Salam. Heç düşünmüsünüzmü? Bir şirkət öz fəaliyyəti üçün lazım olan pulu haradan tapır? Bu ilk baxışda sadə sual kimi görünsə də, əslində çoxlarının başını qarışdırır. Bugün biz məhz bu sirri açmaq üçün balans hesabatının dərinliklərinə baş vuracağıq. Elə isə gəlin başlayaq. Düzünü deyin, hər hansı bir maliyyə hesabatına baxanda bu şəkil sizə çox tanış gəlir, elə deyilmi? Sanki rəqəmlər, terminlər, cətvəllər hamısı bir yerdə başınızın üstündə fırlanır. Əgər cavabınız hədirsə, bilin ki, bu çox normal bir haldır. Əgər belə bir hiss keçirirsinizsə, əmin olun ki, qətiyyən tək deyilsiniz. Əslində, insanların böyük əksəriyyəti bu cür sənədlərin mürəkkəbliyi qarşısında ya bir addım geri çəkilir, ya da bu mövzuya heç həvəs göstərmir. Yaxşı, bəs bu maliyyə narahatlığının kökündə nə dayanır? Adətən iki əsas səbəb olur. Birincisi, amortizasiya, debitor borcları kimi qulağa yad gələn, biraz da qorxuducu səslənən o texniki dil. İkincisi isə çoxumuzun rəqəmlərlə qarşılaşanda hiss etdiyi o ümumi çəkingənlik. Amma heç narahat olmayın. Bütün bu mürəkkəb görünən düyünü açmaq üçün əslində olduqca aydın və məntiqli bir yol mövcuddur. Gəlin bu yolu birlikdə addımlayaq. Və budur, bizim yol xəritəmiz. Sadəcə 3 addımdan ibarət bir plan. Birinci addımda biz istənilən biznesin maliyyə DNT-sini anlamaq üçün sadə bir model quracağıq. Sonra xərclərin bu modelə necə təsir etdiyini öyrənəcəyik və nəhayət bu biliklərin köməyi ilə əsas maliyyə hesabatlarını asanlıqla necə oxumaq lazım olduğunu görəcəyik. Elə isə gəlin ilk addımımızı ataq. Biznesin maliyyə modelini anlamaq. Bax bu, bütün mövzunun kilidini açacaq bizim əsas açarımızdır. Yaxşı, bəs bu biznesin maliyyə modeli nə deməkdir? Təsəvvür edin ki, bu bir şirkətin bütün maliyyə hekayəsini bir baxışda anladan sadə bir sxemdir. Bu sxem bizə pulun haradan gəldiyini, nəyə xərcləndiyini və sonda necə mənfiyyətə çevrildiyini göstərir. Bundan sonraki bütün müzakirələrimiz məhz bu modelin ətrafında fırlanacaq. Nə qədər mürəkkəb görünsə də, əslində bütün bu model cəmi iki fundamental suala cavab verir. Birincisi, bu pul haradan gəlir və ikincisi, bu pul nəyə istifadə olunur? İstənilən biznesin ürəyində məhz bu iki sualın cavabı dayanır. Bugünkü təhlilimizdə biz məhz o ilk suala fokuslanacağıq. Bir şirkət fəaliyyətə başlamaq və ya böyümək üçün lazım olan vəsaiti, yəni pulu haradan tapır? Və beləliklə, pul mənbələrini araşdıranda qarşımıza iki əsas oyunçu çıxır. Səhmdarlar və kreditorlar. Gəlin bu iki tərəfin hər birinin şirkətə necə vəsait cəlb etdiyini anlamağa çalışaq. Ümumiyyətlə, bir şirkət uzun müddətli vəsaiti 3 mənbədən əldə edə bilər. Səhmdarların qoyduğu pul, yəni səhmdar kapitalı, kənardan aldığı borc, yəni borc kapitalı və şirkətin öz qazandığı, amma sahiblərinə paylamadığı pul, yəni bölüşdürülməmiş mənfəət. Biz bugün ilk ikisinə, yəni şirkətə kənardan gələn pula fokuslanacağıq. Gəlin səhmdar kapitalından başlayaq. Nə deməkdir bu? Çox sadə dildə desək, bu, şirkətin səhmlərini alıb, onun bir hissəsinə sahib çıxan investorların yatırdığı puldur. Onlar şirkətə inanır, risk edir, pul qoyur və bunun qarşılığında həmin şirkətdə mülkiyyət payı, başqa sözlə, sahiblik hüququ qazanırlar. Yaxşı, bəs bu yeni sahiblər, yəni səhmdarlar, pullarını riskə atıb nə gözləyirlər? Onların əsasən iki ümidi var. Birincisi, şirkət mənfəət əldə etdikcə onlara ödəniləcək mənfəət payı, yəni dividendlər. İkincisi isə, şirkət böyüdükcə, uğur qazandıqca onların sahib olduğu səhmlərin dəyərinin artması. İndi isə gələk digər mənbəyə, borc kapitalı. Baxın, burada artıq söhbət sahiblikdən yox, birbaşa öhdəlikdən gedir. Bu, biznesə müəyyən bir müddət üçün borc verilən və şirkətin gələcəkdə mütləq geri qaytarmaq üçün qanuni məsuliyyət daşıdığı puldur. Açar söz burada məhz qanuni məsuliyyətdir. Bəs pulu borc verən tərəf, yəni kreditor nə istəyir? Səhmdarlardan fərqli olaraq onlar risk etmir, onlar müqavilə ilə işləyir. Tələbləri də çox aydındır. Verdikləri puldan istifadə üçün mütəmadi olaraq faiz ödənişi, müqavilənin sonunda əsas borc məbləğinin tam şəkildə geri qaytarılması və əlbəttə işlərin tərs getməsi ehtimalına qarşı öz pullarını sığortalamaq üçün bir təminat, yəni girov. Bu cədvəl aradakı fərqi çox aydın şəkildə ümumiləşdirir. Baxın, bir tərəfdə şirkətin uğuruna da, uğursuzluğuna da şərik olan risk edən səhmdarlar var. Onların gəliri birbaşa şirkətin performansından asılıdır. Digər tərəfdə isə şirkətin nə qədər qazanıb qazanmamasından asılı olmayaraq öz pulunu və faizini müqavilə əsasında tələb edən kreditorlar var. Bu bir seçim deyil, bu bir öhdəlikdir.
Yaxşı, bu qədər nəzəriyyə kifayətdir. Bəs bütün bunların real həyatda, praktikada nə kimi bir əhəmiyyəti var? Gəlin elə indicə öyrəndiyimiz bu bilikləri kiçik bir sınaqdan keçirək. Çox geniş yayılmış bir fikir var. Əminən siz də eşitmisiniz. Əgər bir şirkətin səhm qiyməti artırsa, deməli, həmin şirkətin də kassasına daha çox pul daxil olur. Bir anlıq dayanıb düşünək. Sizcə bu fikir nə qədər məntiqlidir? Gəlin sualı başqa cür qoyaq. Bir şirkətin səhmlərinin qiyməti birjada qalxanda, bu, birbaşa olaraq şirkətin bank hesabındakı pulun miqdarını artırırmı? İndicə öyrəndiklərinizi yadınıza salın və cavabı tapmağa çalışın. Baxın, bu sadə hekayə hər şeyi aydınlaşdıracaq. Birinci mərhələdə Altay şirkətinin yeni buraxdığı səhmə 1000 manat yatırır. Bu zaman, bəli, tamamilə doğrudur, şirkətin kassasına 1000 manat nağd pul daxil olur. Şirkət də bu pulu götürüb işinə xərcləyir. Amma hekayənin ikinci, daha vacib hissəsinə baxın. Fuad səhmləri şirkətdən yox, birbaşa Altaydan alır. Deməli, 10.200 manat şirkətə yox, Fuadın cibindən Altayın cibinə gedir. Şirkət bu alqı-satqının tamamilə kənarında qalır. Deməli, ən vacib, ən həlledici fərq budur. Şirkət yalnız və yalnız səhmləri ilk dəfə buraxıb satanda pul qazanır. Bu baş verdikdən sonra həmin səhmlərin investorlar arasında milyon dəfə alınıb satılması, qiymətinin qalxıb düşməsi artıq şirkətin nağd puluna birbaşa heç bir təsir göstərmir. Bu, sadəcə investorlar arasındakı bir ticarətdir. Beləliklə, bugünün ən əsas nəticəsi nədir? Bir şirkətin pulunun haradan gəldiyini anlamaq, yəni o pulun sahiblərdənmi, yoxsa borc verənlərdənmi gəldiyini bilmək, həmin şirkətin maliyyə sağlamlığını və gələcəyə dair öhdəliklərini anlamaq üçün atılacaq ilk və ən fundamental addımdır. Və sizi təbrik edirəm. Siz indicə qorxuducu görünən maliyyə dünyasının qapısını aralamaq və onu anlamaq üçün ən vacib addımlardan birini atmış oldunuz. Bu biliklə siz artıq maliyyə hesabatlarına tamamilə fərqli bir gözlə baxacaqsınız. Artıq pulun mənbəyini bildik, amma hekayə əlbəttə ki, burada bitmir. Əsl və daha maraqlı sual budur. Bir şirkət əldə etdiyi bu pulu böyümək və uğur qazanmaq üçün ən ağıllı şəkildə necə istifadə etməlidir? Bax bu, maliyyə hekayəsinin daha da maraqlı olan növbəti fəslidir.